Özelleştirme çeklerine qara bazar qiyməti qoyaraq əmlak özəlləşdirilə bilməz. Qiymətlər və alqı-satqı ancaq qanunla tənzimlənməlidir. Alimlərin də yazdıkları kimi 30 ildə olan inflyasiyanı nəzərə alaraq hər özəlləşdirmə paylarına çeklərlə düşən əmlak payının maddi ekvivalent dəyərinin qiymətinin müəyyənləşdirilməsi üçün dövlət tərəfindən xüsusi komissiya yaradılması vacibdir. Birincisi, qanunvericiliyə baxanda görünür ki, 1997-ci il Əmlak Komitəsinin dövlət özəlləşdirmə opsiyonunun qiymətinin müəyyən edilməsi haqqında 222 nömrəli əmrinin 2-ci bəndi ilə dövlət özəlləşdirmə opsiyonunun qiyməti dövlət özəlləşdirmə çeklərinin paylarının çek aksiyonlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1% miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir. Buradan müəyyən olunur ki, bir çekin maddi ekvivalent dəyəri ən azı 2 milyon manat. Bir özəlləşdirmə payı 4 çek isə ən azı 8 milyon manat dəyərində qiymətləndirilib. Həmin dövrdə bu məbləğ 2100 ABŞ dolları təşkil edirdi. Nəzərə almaq lazımdır ki, özəlləşdirmə paylarının çeklərinin hər birinin dəyəri qanunla maddi ekvivalentə bağlı idi və qanunla bu maddi ekvivalent inflyasiyadan qorunurdu. Diqqət edin, 30 il müddətinə əmlakların dəyəri ən azı 10 dəfə inflyasiya olub. 1997-ci ildə Bakıda dəyəri 2100 dollar olan bir otaqlı mənzilin bugün dəyəri ən azı 40-50 min manata qalxıb. Yəni, qanunla özəlləşdirmə dövrü üçün inflyasiyadan qorunan manat deyil, hər paya çekə düşən əmlakın dəyəridir. İkincisi, mülkiyyət bölgüsü ancaq qanunla tənzimlənməlidir və özəlləşdirmə payları verilən zaman dövlətin vətəndaşlar qarşısında götürdüyü öhdəliyə əsasən qanunla özəlləşdiriləcək bütün orta və iri dövlət əmlaklarının ən az 65%-i özəlləşdirmə çekləri ilə əvəzlənməli idi. Baxmayaraq ki, son 15 ildir xalqa məxsus milyardlarla manat dəyəri olan əmlaklar özəlləşdirilib, ancaq bugün gələcəkdə özəlləşdiriləcək investisiya fondlarında olan onlarla orta və iri müəssisələr, neft və mədən sənayesindəki icarəyə və ya idarəçiliyə verilməsindən asılı olmayaraq, inflyasiyanı nəzərə alaraq, müəssisələrin maddi dəyərinin ekvivalent qiyməti yenidən hesablanarsa, bu halda bir özəlləşdirmə payının maddi ekvivalent dəyəri bəlkə də 200 min manat olar. Bu isə o deməkdir ki, bugün üçün qanunla inflyasiyadan qorunan hər özəlləşdirmə payının əmlak ekvivalenti dəyəri ən azı 40 min manat hesablanmalıdır. Çünki özəlləşdirmə payları verilən zaman qanunla qoyulmuş qaydaya əsasən gələcəkdə özəlləşdiriləcək müəssisələrdən məsələn, SOCAR-ın 65%-nin özəlləşdirilməsi çeklərlə aparılmalıdır. 25 il əvvəl qızılın 1 qramı 6-8 dollar olanda xarici və yerli investorlar əl ayağa düşüb, əmlak ekvivalenti dəyəri 2100 dollar olan çekləri qara bazardan 150-200 dollara vətəndaşlardan alırdılar. Yəni, bir özəlləşdirmə payı əvəzi vətəndaşlara 20-30 qram qızıl dəyərində pul verirdilər. Deməli, 25 il əvvəl özəlləşdirmə paylarını qara bazarda satanlar bugünkü hesabla qızıl ekvivalenti ilə 2-3 min dollara satıblar. Bunu yaddan çıxartmayın. Kim indi 25 ildən sonra öz ailəsinin özəlləşdirmə payını 2000 dollardan aşağı satırsa, deməli axmaqdır. Axmaqdır ki, 25 il saxlayıb indi satır. Yəni, o vaxt 150-200 dollara satanla indi 2-3 min satan arasında heç bir fərq yoxdur. Sadəcə həyatından 25 il uduzub. Dostlar, çeklərinizi satmayın, gözləyin. Dövlət çeklərə nominal qiymət qoysun və mərhum Prezident Heydər Əliyevin məsləhətini unutmayın. Özəlləşdirmə çeklərinizi dövriyyədə tədavül vasitəsi kimi satmayın. Onlardan dövriyyədə ödəmə təhdiyə vasitəsi kimi istifadə edin. Səhmlər alın, dividend qazanın. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Allah özü bu xəbərin cənab Prezidentin çatmasında kömək olsun. Dostlar, bu səbəbdən aktiv olun. Bugünün işini sabaha saxlamayın. Bu videonu Facebook'da qruplarda paylaşın. Bir-birinizlə əlaqə qurun, şikayət yazmağa kömək edin. Cənab Prezidentin də dediyi kimi, ədalət var. Ancaq ona çatmaq üçün mübarizə aparmaq lazımdır. Dostlar, WhatsApp vasitəsilə 070-304-0521 nömrəsindən sizə deputatlar və köməkçiləri haqqında məlumat olan link də göndəriləcək. Siz təkcə öz deputatınızda deyil, bütün deputatlara müraciət edə bilərsiniz. Xüsusən də komitə sədrlərinə müraciət etmək vacibdir. Linkdə deputatların qəbul günləri, köməkçilərinin telefon nömrələri var. Hər bir deputatın rayonlarda və Bakıda ayda 3 dəfə qəbul günü olur.
öz şikayətinizi onlara birbaşa özünüz də verə bilərsiniz. Deputatların köməkçilərinə zəng edin. Deputatın və komitə sədrlərinin qəbuluna gedib şikayətinizə və suallarınıza cavab tələb edin. Hüquqşünas alim Fərhad Mehdiyevin dediyi kimi, əgər deputat xalqın mülkiyyət hüququnun əlindən alınmasına və bu cür aldadılmasına biganə qalırsa, deməli o xalqın düşmənidir. Belə vicdansız deputatları üzə çıxartmaq vacibdir.